2-3 nəfər ilə içəri girdik. O getdi orada oturdu, mən gəldim burada oturdum. Vallahi belə. Yeni bir şeylə başımı qatıram, yazıram. Andallah elə vaxt o 2 dənə, 3 dənə sətr yazmışam. O 2 sətri mən 2 saat ağlamışam. Qurana. Sən gedəni gözüm dikilib yollara. Səndən ötürü elə hey baxır uzaqlara. Yadımdadır o gün çox ağladım. Baxdıqca məzarına atılan torpaqlara. Görən hansı əllər səni büküb bayraqlara. Yandı könlü məsələtindən. Yandı könlü məsələtindən. Nə pis xəbər gəldi səndən. Soldu ömrüm sən öləndən. Dolub həsrət sənsiz qalan otaqlara. Görən hansı əllər səni büküb bayraqlara. Allah köməyimiz olsun. Burada diyanırım, sözümü diyanırım. Allah'tan səbr edir, hər bir canalar başımıza dönərəm. Burada gələ də bilmədik, şəhid atamız Hüseyin bala mənim yerlimdir, kəndçimdir, bəlkə uzaq da qohumumdur. O, burada qardaşımız dünyasını dəyişib, şəhid Şirbalanın atasıdır. Bu dünənlərdə də onun da olub, 40 mərasimi olub. Allah rəhmət eləsin oğluna da, özünə də, həyat yoldaşı buradadır, evlatlarına, özünə can sağlığı arzulayım. Allah onlar üçün bir qapı açsın. Amin. Amin. Sağ olun.